Herkese salam dostlar. Aytmaz kanalına xoş gəlmisiniz. Uzun bir aradan sonra təkrar qarşınızdayım. Bugünkü videomuz virtual maşında, yəni əməliyyat sistemini açmaq, yəni qaldırmaq. Mən bu virtual maşınlardan VMware proqramını istifadə edəcəyəm. Virtual maşın proqramından əlavə bizdə hər hansı bir əməliyyat sistemini yükləmək istəyiriksə, həmin əməliyyat sisteminin ISO faylı olmalıdır. Məsələn, mən Windows 10 əməliyyat sistemini yükləyəcəyəm. Məndə hazır Windows 10 əməliyyat sisteminin ISO-su var. Əgər sizdə yoxdursa, bura Windows 10 ISO yazaraq axtarış edirsiniz. Birinci sayta baxın, Microsoft'un rəsmi saytıdır. Bura daxil olub, buradan download basaraq installation medianı yükləyib, oradan ISO-nu yükləyə bilərsiniz. Bunun videosu da mənim kanalımda mövcuddur, oradan da baxa bilərsiniz. Deyək ki, artıq sizdə VMware Workstation Pro, yəni virtual maşın proqramı ilə ISO faylı mövcuddur. İndi isə virtual maşın proqramını açırıq, yəni VMware-ni açırıq. Burada sizdə də belə açılacaq. Burada daha doğrusu sizdə belə açılacaq. Burada Create a New Virtual Machine butonuna basırıq. Burada bu type qalır, next deyirik. Burada ikincini seçirik, yəni ISO faylı ilə. Buradan browse basırıq. Browse basdıqdan sonra bizdə ISO hardadırsa oradan ISO-nu seçirik. Məndə desktopdadır. Buradan open eləyirik. Artıq seçildi. Burada da yazıldı Windows 10 64 bit detected. Daha sonra next deyirik. Burada virtual maşının adını dəyişdirə bilərsiniz. Ehtiyac yoxdur, mən dəyişdirməyəcəm. Location'da, yəni ki, sizin kompüterinizin xarici yaddaş qurğusundan yəni müəyyən hissə ayıracaq. Həmin hissəni hardan ayırsın? Yəni burada bu location'da yəni yeni bir belə deyək də kök quracaq. Daha sonra next deyək. Buradan nə qədər ayırmaq istəyiriksə, yəni həmin əməliyyat sistemi üçün onu seçirik. 60 default olaraqdır. Yəni default olaraq 60 olmaya bəsdir bizə. Buradan da split edirik ki, yəni ayırsın da, yəni. Daha sonra next deyirik. Buradan customize hardware basırıq. Buradan memory RAM. Yəni bizim indi hal-hazırda əməliyyat sistemimizdə nə qədər RAM vermək istəyirik. Baxın öz kompüterinizin RAM-ına. Buradan memory. Məsələn, məndə 16 GB RAM var. Yəni əgər çox vacibdirsə sizə buna əgər sizdə varsa, yəni yetəri qədər 4 falan verə bilərsiniz RAM. Məndə o qədər ehtiyac olmadığı üçün 3 GB RAM bəs eləyər. Nəysə, belə qalsın. Daha sonra prosesor, yəni nüvələrin sayını buradan default olaraq mənə yəni bəs eləyir, yəni 2-1 olaraq. Bura bizim ISO faylını seçdiyimiz yerdir. Sonra network adapter. Network adapterda biz bridge seçməliyik ki, bizim bu indi qaldıracağımız əməliyyat sistemi ilə bizim öz əməliyyat sistemimiz, yəni belə deyək, yəni eyni şəbəkə üzərindən olsun. Həmçinin əməliyyat sistemimizdə də, yəni qaldıracağımız əməliyyat sistemində də internetə çıxış mövcud olsun. Buradan bridge seçirik. Sonra bunlar yerində, bu da yerində. Bunlar da 3D Graphics'ı buradan aktivləşdirə bilərsiniz. Yəni bu qədər. Sonra buradan close deyirik. Buradan da finish. Yeni diskimiz yaradılır. Bu qədər. İndi bu açılarkən biz burada bir dəfə ekrana mouse basırıb enterə basmalıyıq ki, yəni burada artıq boot olunsun. Yəni mouse bu virtual maşın hissəsinə gətirib bir dəfə sol klik eləyib enterə basmalıyıq. Və gördüyünüz ki, artıq setup bölməsi açıldı. Yəni normal format necə atırıqsa, yəni belə format atarkən setup gəlir həmin hissətdə, yəni next deyə install now basaq, yüklənsin. Yəni burada sizə artıq driverları falan necə asan şəkildə yükləyə bilərsən, onu da göstərəcəyəm. Buradan I don't have a product key basaq. Buradan hansını yükləmək istəyirsə onu seçin. Pro-nu yükləyək, next deyək. Lisansı qəbul edək, next. Custom seçək. Buradan istəsəniz Iron, istəsəniz sadəcə 160 GB-dir. Yəni diskimiz qalsın. Yəni orada biz seçmişdik ya, demişdim 60 GB default olaraq seçilir. Yəni siz nə qədər diskinizdən yer ayırmaq istəyirsinizsə əməliyyat sisteminə onu seçirdi. 60 seçmişdik. Gördüyünüz kimi 60 GB-dir.
disk ayrılıb. Burada next deyək, artıq yüklənsin bura. Burada məndə də bir ədəd də Windows Server 2016 virtual maşın mövcuddur. Ehtiyac olsa bununla barədə də video çəkərəm. Bunu necə yükləyə bilərik onun barəsində. Bundan əlavə siz nəinki server, Windows falan istənilən əməliyyat sistemini virtual maşına yükləyə bilərsiniz. İstər Kali Linux olsun, istər Windows olsun, istər CentOS olsun. Yəni bir çox əməliyyat sistemini siz oradan yükləyə bilərsiniz. Oraya yükləndə artıq restart olunur. Açılmanı gözləyib buranda. Artıq açıldı. Buradan regionu seçək. Yenə state qalsın, fərq eləmir. Daha sonra buradan klaviatura dili götürək bunu. Bu isə tamamlandı. Personal use seçək, buradan da keçək. Buradan offline account, limited experience. Buradan ad verək, user deyək, fərq eləmir. Next, password ehtiyac yoxdur, next. Not now. Accept eləyək. Buradan ötürək. Təkrar not now. Və bu qədər. Artıq əsas hi, salamımızı görürük. Burada kiçik işlər qaldı. Kompüter açılsın, yəni virtual Windows əməliyyat sistemi açıldı. İndi driverları necə rahat bir şəkildə yükləmək lazımdır, onları da göstərəcəyəm. Tək yəni update və yaxud da tək ID kopyalayıb qurmaq olmayacaq. Sadəcə VMware proqramının, yəni virtual maşınının bizə belə deyək də təqdim elədiyi bir tool ilə bunu biz yükləyəcəyik. Və artıq açıldı. Buradan çıxaq. Gördüyünüz kimi internetə çıxışımız var. İndi isə driver'ı yükləmə qaydasını göstərirəm. Burada sol yuxarıda VM bölməsinə gəlib, buradan install VMware tools basırıq. Gözləyirik. Gördüyünüz kimi burada gəldi. Buna basırıq. Buradan run setup 64.exe'yə basırıq. Buradan yes. Yüklənir hal-hazırda. Next, install. Çox rahat bir şəkildə baxın. Ekran falan da düzələcək indi. Və nice, bu qədər. Gördüyünüz kimi artıq ekran da düzəldi. Driverlarımız da yerindədir. Dərs bir dənə yoxlayaq. Manage. Device Manager. Gördüyünüz kimi driverlarımız artıq hamısı yerindədir. Yəni heç bir nida falan, heç bir şey yoxdur. Yəni bu da bu qədər idi. Virtual maşında əməliyyat sistemi açmaq. Əlavə nəsə sualınız olsa da şərhlər bölməsində bildirə bilərsiniz. Bugünlük bu qədər dostlar. Daha çox belə videolar üçün kanala abunə olub bildirimləri açmağı unutmayın. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Gələn videolara dək.